Salam dostlar, hər vaxtınız xeyir. Bu gün sizinlə birlikdə DogPay proyektini incələyəcək. Основной dostlar, sırf bu proyektin kripto kartına baxacaq. Çünki həm onlayn, həm də plastik kartı mövcuddur və bütün ölkələrdə işlədiyini söyləyirlər. Artıq yəni kriptovalyuta ilə ödənişləri öz ölkəmizdə də edə biləcək. Yəni artıq kriptonu nəqləşdirib daha sonra öz kartımıza göndərməyimizə ehtiyac yoxdur. Direkt bu kart vasitəsilə artıq həm bütün mağazinlərdə, yəni Visa'nın işlədiyi hər yerdə bu kart işləyir. İstər nə bilim Liboy mağazin olsun, yanacaq dondurma məntəqələri olsun falan filan. Bu şəkildə avtomatik olaraq biz ödəniş eləyəcəyik və bu işləmdə dostlar bizdən 1% komissiya tutacaqlar. Yəni deyək ki, biz USDT ilə ödəniş eləyirik. Bunu avtomatik olaraq manata çevirəcək və 1% komissiya çıxacaq. Yəni deyək ki, 100 manatlıq alış-veriş elədik, bizdən oradan 1% komissiya çıxacaq və USDT-ni manata çevirib avtomatik ödəniş eləyəcək. Burada da gördüyünüz kimi deyir ki, Visa'nın işlədiyi bütün ölkələrdə çalışır. Burada da dostlar bu proyekt haqqında digər məlumatları görə bilərsiniz. Yəni Hong Kongun icarə etdiyi bir şeydir. 140-dan çox ölkədə işləyir. Eyni şəkildə dostlar sırf bu proyekt tek kriptovalyuta üzərində dostlar kriptovalyuta kartı deyil. Burada öz personal bank hesabınızı da oluştura bilərsiniz. Yəni burada siz bütün ölkələrin valyutalarını saxlaya bilərsiniz, dəyişdirə bilərsiniz. Məsəl üçün dolları, rublə falan filan. Burada da dostlar digər produktları burada mövcuddur. Yəni dostlar, əsas bizim üçün maraqlı olan bölümə DogPay'in kartlarına nəzər salaq. Həm dostlar gördüyünüz üzərə USDT, Ethereum və BSC ilə olmaqla çox zəncirli əlavələr, yəni istədiyimiz network ilə ödəmə eləyə bilərik, yəni balansımızı artıra bilərik. Ethereum network olsun, Binance Smart Chain olsun. Gördüyünüz kimi Apple Pay, Amazon, Google Pay ödəniş eləyə bilərik bu şəkildə. Yəni telefonumuza bunu əlavə eləyə bilərik. İstədiyimiz yerdə artıq NFC sayəsində də ödəniş eləyə bilərik. Balans yükləmələri də görürsünüz. TRC 20, ERC 20, BSC. Qlobal ödənişlər Apple Pay, Google Pay və PayPal ilə tam uyğundur. Sərhədsiz xərcləmə, ənənəvi bank hesabına ehtiyac yoxdur. Dərhal xərcləməyə başlaya bilərsiniz. Təhlükəsizlik və uyğundur. Burada da dostlar fiziki kartının özəlliklərini görürük. Bu da eyni şəkildə Visa və Mastercard üzərində Visa və Mastercard işləyən bütün ölkələrdə işləyir və problemsiz şəkildə işləyir. Yəni indi isə telefon üzərindən sizə daha ətraflı göstərim. Burada da dostlar onu deyir ki, nəqdləşdirmə də Liboy, Visa və Mastercard dəstəkli ATM-lərdən mümkündür. Valyutayı dönüşdürməyə mümkündür. Ancaq bugünkü əsas temamız dostlar bizim sırf bunların kripto kartlarıdır. Burada dostlar kartlara indi baxaq. Gördüyünüz kimi həm virtual, yəni onlayn kart mövcuddur, həm də plastik kartlar mövcuddur. Gəlin virtual karta baxaq dostlar. Gördüyünüz kimi bu kartın qiyməti dostlar 10 dollardır. Və həm Google Play, həm Apple Pay üzərində ödənişlər etmək mümkündür. Telefonunuza da dostlar ekləyib istədiyiniz yerdə rahat şəkildə onlayn, offline şəkildə ödəmələr eləyə bilərsiniz. Burada da gördüyünüz kimi digər onlayn ödəmələrin hamısını dostlar qəbul eləyir. Bir çox özəlliklərə sahibdir dostlar. Yaxşı da dostlar bunlarda cashback falan olur. Əsas dostlar web sayt üzərindən baxanda daha çox ətraflı məlumatlar biz görə bilirik. Burada da dostlar digər kartları görə bilərsiniz. 140-dan çox ölkədə aktiv şəkildə işləyir.
Bu kartlar dostlar necə işləyir? Balansınızda ya USDT, USDC fərqi yoxdur. Yəni hər hansı bir kriptovalyuta var. Artıq bunu dostlar biz satıb manata çevirib daha sonra kartımıza atmağımıza ehtiyac yoxdur. Direkt olaraq istədiyimiz yerdə kart vasitəsilə ödəniş eləyirik və bu avtomatik şəkildə bizim USDT balansımızdan silinir və bu da dostlar 1% komissiya tutur avtomatik olaraq USDT-ni manata çevirərkən. Burada dostlar create karta basıb biz özümüzə kart sifariş verə bilərik. Gördüyünüz kimi qiyməti $10'dır. Pay Now'a basıb kartımızı rahat şəkildə sifariş verə bilərik. Online kartın dostlar qurulması sadəcə bir dəqiqə çəkir. Avtomatik şəkildə bizim kartımız qurulur. Digər dostlar plastik kartsa hardasa bir ay içində bizim ölkəyə gəlib çatır. Web sitesi üzerinden baxaq dostlar. Dediyim kimi bu sadəcə kart proqramı deyil. Öz personal bankınızı oluştura bilirsiniz. Kart servisləri falan mövcuddur. Başqa özünüz kartlar falan oluştura bilirsiniz. Yəni avantajları çoxdur bunun. Ancaq bugün bizim əsas temamız sırf bu proqramın kriptovalyuta kartlarını incələməkdir. Gördüğünüz kimi burada da özelliklerini görürük. USDT, Ethereum, BSC ağlarında dostlar qəbul eləyirlər. Həm Google Pay, Netflix üzərində ödəmələr var. ATM-dən dostlar Visa və Mastercard'ın dəstəklədiyi Luboy ölkədən pul çıxara bilirik. Burada da eyni şəkildə digər özellikləri görürük. Gördüyünüz kimi 140'dan çox ölkədə ATM üzərindən pul çıxartırıq. Yəni Visa və Mastercard'ın işlədiyi bütün ölkələrdə işləyir. Bunu öz Google cüzdanımıza da bağlaya bilirik. Apple Pay və Google Pay üzərindən offline şəkildə dediyim kimi ödəmələr də eləyə bilirik. Neyse dostlar, bu videodan bu qədər. Bilmədiyiniz bir şey olursa mütləq şəkildə yazın, soruşun, sizlərə köməklik göstərəcəm.